Salam əziz şagirdlər. İndi isə gəlin 1-ci Qarabağ müharibəsinin başlanması mövzusunun ev tapşırıqları hissəsinə keçək və tapşırıqlarımızı birlikdə həll edək. Birinci tapşırığımız Euler-Venn diaqramının tələblərinə uyğun olaraq müəyyən edin. Yəni 2-ci Dünya müharibəsi ilə 1-ci Qarabağ müharibəsi. Hər iki mövzunu siz öyrənmisiniz. Ona görə də məncə bunu yada salaraq birlikdə tapa bilərik. Vətən uğrunda mübarizə aparılması. Baxın, bu ifadə çox vacib bir ifadədir. Vətən, bəli, doğulduğumuz torpaqdan gedir vətən. Bəs 2-ci Dünya müharibəsi bilirik ki, Sovet dövründə təsadüf edir. Ancaq həmən dövrdə Azərbaycan da Sovet dövlətin tərkib hissəsindən biri idi. Və təbii ki, bizim üçün də faşistlərə qarşı mübarizə, biz həm də yalnız Sovet dövləti müdafiə etmirik, biz vətənimizlə müdafiə edirik faşistlərdən. Ona görə də bu vətən uğrunda müharibə adlandırmaq olar. 1-ci Qarabağ müharibəsi isə, mən şübhə etmirəm ki, siz dərhal başa düşdünüz ki, təbii ki, Qarabağ uğrunda aparılan müharibə bizim vətən müharibəmizdir. Hətta bildiyiniz kimi 2-ci Qarabağ müharibəsini 44 günlük müharibə kimi də eyni zamanda vətən müharibəsi də biz tariximizə adını yazdırmışıq. Faşist Almaniyasına qarşı mübarizə artıq qeyd edilir ki, bu 2-ci Dünya müharibəsinə doğru gedəcək. Azərbaycanlıların öz doğma torpaqların deportasiya olunması. 2-ci Dünya müharibəsi illərində Azərbaycan döyüşçülərinin də böyük hünəri hesabına faşistlər isə Azərbaycan ərazisine daxil ola bilməmişlər. Bu müharibə mövzusunu öyrənərkən siz xatırlamalısınız. Bəli, deportasiya məhz təəssüflər olsun ki, 1-ci Qarabağ müharibəsi dövründə təsadüf edir. Azərbaycanlılardan ibarət hərbi qüvvələrin yaradılması. Sözsüz, 2-ci Dünya müharibəsi illərində yadınızdadırsa, hətta 416-cı Milli Diviziyamız var idi. Berlinə qədər getmişdi. 1-ci Qarabağ müharibəsi dövründə də sözsüz ki, bizim hərbi hissələrimiz olmuşdur. 20-ci əsrin ortalarında baş verməsi, bəli, 2-ci Dünya müharibəsi 1939-dan 45-ə kimi idi. 1-ci Qarabağ müharibəsi isə 1988-dən, yəni bir əsrin ortası, bir əsrin sonudur. Sözsüz ki, bu 2-ci Dünya müharibəsinə gedir. Azərbaycanın SSR-in tərkibinə daxil olması. Burada da bax, diqqətli olun bu ifadəyə. 2-ci Dünya müharibəsinə və Sovet Azərbaycan. 1-ci Qarabağ müharibəsi 1988-ə başlayıb. Həmən vaxtda Azərbaycan müstəqil idimi? Deyil. Bəli, Azərbaycan Sovet Respublikası idi. Deməli, bu da oxşar cəhətdir. Qarabağda yaşayan ermənilərə muxtariyyət verilməsi. Biz bunu dedik ki, Azərbaycan Sovet hakimiyyəti qurulduqdan bir qədər sonra, yəni bu 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bu müharibənin gedişində belə bir şey olmamışdı. Heç bir müharibənin bu aid deyil ümumiyyətlə. Zəif silahlanmış ordunun düşmənlə mübarizədə məğlub olması. Bəli, 2-ci Dünya müharibəsini bilirik ki, biz sonda yəni Sovet dövləti qalib gəlmişdi və Sovet dövlətinin tərkibində döyüşən Azərbaycanlılar da qalib gəlirmiş olur. Amma 1-ci Qarabağ müharibəsində bildiyiniz kimi biz hazır olmadığımız üçün, yaxşı silahlanmadığımız üçün, ordunu möhkəmləndirə bilmədiyimiz üçün biz orada böyük bir itkilərə məruz qalmışdıq. Ona görə də bu ifadə 1-ci Qarabağ müharibəsinə doğru gəlir. İndi isə gəlin ikinci tapşırığa baxaq. İkinci tapşırığımız bizim yanlış informasiyaları seçin. Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi tələbinin irəli sürülməsi ilə 30 ildən artıq davam edən Qarabağ münaqişəsi başlandı. Baxın, əziz şagirdlər, burada Qarabağ müharibəsi deyil, Qarabağ münaqişəsi başlandı. Bildiyiniz kimi, biz 2-ci Qarabağ müharibəsi dövründə işğal olunmuş torpaqlarımızı və ondan sonraki dövrdə də geri qaytardıq. Amma hələ də sülh müqaviləsi bağlanmayıb. Hazırda beynəlxalq arenada bu məsələ gündəmdədir və ümid edirik ki, qısa zamanda bu münaqişə sülh bağlanması ilə yekunlaşar və münaqişə tam bitmiş olar. Yəni, münaqişə sözünə, müharibə sözünə diqqətli olun. Burada yəni, yanlış informasiya yoxdur. 1-ci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə başlandı. Bu, daha çox 2-ci Qarabağ müharibəsinə uyğun gələrdi. Yəni, 1-ci Qarabağda elə müharibə başlayan kimi bizim torpaqlar işğal edilirdi. Bu, təbii ki, yanlış informasiyadır. 20-ci əsrin sonlarında Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başlamışdı.
20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycanda yaşanan faciələr 20-ci əsrin sonunda yenidən təkrarlandı. Məncə siz də razılaşarsınız, burada yanlış informasiya yoxdur. Sovet rəhbərliyi mövcud olduğu 70 il ərzində tarixi saxtalaşdırmış, erməni millətçilərin törətdikləri cinayətləri unutturmağa çalışmışlar. Bəli, bu belə idi. Burada da yanlış heç bir informasiya yoxdur. Sovet hökuməti Qarabağın dağlıq hissəsində yaşayan azərbaycanlıları deportasiya edərək bölgəyə, deməli, İran və Türkiyədən erməni ailələrini köçürmüşdü. İfadəyə diqqətlə yanaşmasaq, burada deyərik ki, yanlış informasiya yoxdur. Amma bildiyiniz kimi, həqiqətən də dağlıq, yəni Qarabağın dağlıq hissəsinə İran və Türkiyədən erməni ailələri köçürülüb. Amma bu Sovet hökuməti dövründə deyil, Çar Rusiyası dönəmində olmuşdu. Türkmənçay müqaviləsinin şərtlərindən biri idi bu. Ona görə də burada informasiyanın yanlış hissəsi dövrün qarışdırılmasındadır. Bu da yanlış informasiyadır. İndi isə gəlin son tapşırığımız, 3-cü tapşırığa baxaq. Şəkillərlə bağlı tapşırığımız var. Aşağıdakı şəkillərdən hansıları deportasiya səhnələrini əks etdirir? Artıq siz bilirsiniz ki, deportasiya bir xalqın öz yurtlarından zorla qovulması deməkdir. Yəni, baxaq şəkillər hansı deportasiyanı göstərər? Bax, birincidə bu meydan hərəkatından fraqmentlərdir. İkidə fikir verirsinizsə, bu 2-ci Dünya müharibəsindən bağlı fraqmentdir. Bu da sözsüz ki, yanlış olar. Üçüncü, görürsünüzmü, xalqın qovulması bir rəssamın əl işidir. Burada bunu görmək mümkündür. Bu doğru cavab olacaq. 4-də bayraqdan, yəni meydan hərəkatından olan bir fraqmentlərdir. Burada xalqın qovulması əks etdirilmir. Bu da yanlış olar. 5 fikir verdinizsə, bəli, dərsi də öyrənərkən sizdən bilirik ki, xalqın bir yerdən qovulmasıdır. Bu deportasiyadır. 6-da da eyni səhnəni görmək mümkündür. Bu da deportasiyadır. Əziz şagirdlər, mövzunu bir daha yenidən öyrənməyə çalışın. Növbəti dərslərimizə tam hazır olmaq üçün. Bugünlük bu qədər. Növbəti dərslərimizdə görüşənədək sağ olun.